Hər kəsi salamlayıram. Tarix xanım, təşəkkür edirəm. Əziz Xumay xanım, təşəkkür edirəm söz verdiyiniz üçün. Mənim bugün məruzə etmək istədiyim mövzu, toxunmaq istədiyim mövzu qısaca Gənclərin nikah modeli ailə münasibətlərindəki dəyişikliklərin təzahürü kimi. Burada da bir qədər danışmaq və toxunmaq istədiyim bir məsələ odur ki, əldə etdiyimiz nəticələri əgər dəyərləndirsək və təhlil etsək, biz bu nəticələrin əsasını və fundamentini araşdırmalıyıq və onun bir çox əsası var. Açıqcası mənim belə deyək, təhsilim bir qədər də psixologiyadır, ona görə də çalışıram ki, hər hansısa bir təhlil etdikdə o biliklərimi də istifadə edəm. Azərbaycanda bildiyimiz üzrə ailə münasibətlərindəki ciddi dəyişikliklərin baş verdiyini hamımız görürük, müşahidə edirik. Yəni, gənclər arasında həm münasibətlər, ailə modelinin hamısında bir transformasiyalar baş verir. Və bu transformasiyaların çoxsunun sosial-mədəni səbəblərdən, həm də Azərbaycan cəmiyyətindəki daxili dəyişikliklərdən irəli gəldiyini görə bilirik. Yəni, bunlar şəhərləşmə, təhsil səviyyəsinin yüksəlməsi və yaxud da ki, qadın hüquqlarının genişlənməsi, rəqəmsal dövrdə yaşadığımız, yəni yaşayış tərzi ilə bağlıdır. Azərbaycanda valideyn iştirakı, erkən nikah və ciddi şəkildə müəyyən edilmiş gender rollarına əsaslanan ənənəvi evlilik modeli tədricən öz yerini daha müasir partnyorluq formalarına artıq təhvil verir, belə deyək. Kollektivist dəyərlərə əsaslanan rol fərqi və ailə gözləntilərdən normativ öhdəliyi olan ənənəliyi evlilik modeli tədricən müxtariyyət, emosional yetkinlik və tərəfdaşların psixik uyğunluğunu vurğulayan daha fərqliləşmiş modelə yerini verir. Amma bunu biz dəyərlər toqquşması kimi də, xüsusilə şəxsiyyətin formalaşması və ailə qurmaq qərarının verilməsi dövründə gənclərə daxili ziddiyyətlərə səbəb olduğunu da görürük. Psixologiya baxımından belə ziddiyyətlər bəzi psixoloji müdafiə mexanizmlərini işə salır. Məsələn, rasionallaşdırma, inkar etmə və ya sıxışdırılma. Yəni, bunları aktivləşdirir və sonra da biz görürük ki, gənclərdə çoxlu stres, narahatlıq və ya adaptasiya pozğunluqların simptomları özünü bir üzə verir. Buna görə də gənc insan və bir tərəfdən seçim azadlığına, şəxsi xoşbəxtliyi, emosional rahatlığa can atır, digər tərəfdən isə ailənin mədəni, dini, nəsil belə deyək, normalarına uyğun gözləntilərinin təzyiqini də hiss edir. Bu da bu insanda krizis və ya qeyri-müəyyənlik əlbəttə ki, yarada bilər. Yəni, bu şəraitdə gənclərin ambivalent, yəni ikili yanaşması formalaşır. Yəni, eyni zamanda bu insanlar ailənin və cəmiyyət tərəfindən qəbul görməyə çalışır. Digər tərəfdə isə sosial aidiyyət hissinə can atır. Yəni, öz həyat ssenarini qurmaq istəyir, reallaşdırmaq istəyir. Bu isə daxili gərginliyi artmasına gətirib çıxardır və gənc şəxs bu gərginliyi emosional tükənmə, qərarsızlıq, özünə inamın azalması kimi faktorlardan həyatının vacib qərarlarını taxirə salmaqla özünü bir üzə verir. Yəni, məsələn, gec evliliklər və yaxud da ki, uşaq sahibi olmamaq kimi bayaq qeyd edilən faktorları ortaya çıxarır. Erik Eriksonun psixoloji inkişaf nəzəriyyəsinə əgər biz istinad eləsi olsaq, 20-30 yaşları gənclərində yaxınlıq və tənhalıq mərhələsindən keçirlər və bu dövrdə əsas psixoloji vəzifə stabil, etibarlı və qarşılıqlı güvənə əsaslanan münasibətlərin qurulmasıdır. Lakin ailə və cəmiyyət gözləntiləri ilə şəxsi dəyərlər arasında olan ziddiyyət bu vəzifənin yerinə yetirilməsinə mane yaradır. Buna görə də bəzi gənclər sosial təcrübdə çəkilir, evlilikdən yayınır, qeyri-sabit münasibətlər qurur və yaxud da ki, çalışır ki, şəxsi avtonomiyasını qursun və valideynlərin qəbulunu itirməkdən də eyni zamanda qorxurlar. Yəni, burada əlavə olaraq da bir qədər müasir Azərbaycanlı gənclərinin rəqəmsal mühitdəki olan təsirindən bəhs etmək istəyərdim. Sosial şəbəkələrdə bloqlar var və bu beynəlxalq trendlər var. Yəni, bunların təsiri çox güclüdür hal-hazırda. Mən bayaq, Xumay xanım çox gözəl bir ifadə istifadə etdi də, illüzor ailə modeli. Mən oraya bir qatqı da bulmaq istəyirdim, virtual ailə modeli var hal-hazırda, hansı ki, gerçəkliyə heç cürə uyğun deyil. Çünki virtual ailə başqadır, bu suni bir şey deyil bu arada. Sadəcə gözəl bir şəkil var və o şəkilə biz görüb inanırıq və onu istəyirik. Lakin bu bir qədər də elə deyil. Gənclər bərabər hüquqlu münasibətlər, azad seçim və şəxsi xoşbəxtliyi ön planda tutan alternativ həyat modelləri ilə tanış olurlar. Bu isə onların içindəki arzu, olunan icazə verilən reallıqla sosial çərçivələr arasındakı mövcud daxili konflikti daha da dərinləşdirir. Müasir gənc cütlüklər daha çox qarşılıqlı əlaqənin tərəfdaşlıq tərzinə diqqət yetirirlər. Burada empatiya və inadkarlıq və ya münaqişələri sıxışdırmaq və ya məhəl qoymamaqla deyil, dialoq yolu ilə həll etmək bacarığı vacibdir. Gözləntilərin strukturu da dəyişir. Evlilik getdikcə daha çox sosial borcun yerinə yetirilməsi kimi deyil, şəxsi inkişaf məkanı kimi artıq qəbul edilməyə başlayır.
İlkin olaraq mən çalışacağım çox qısa tutam ki, reqlamentə uyğunlaşaq. Bu dəyişikliklərdə həm daxili, həm də xarici miqrasiyada böyük rol oynayır. İndi hamımız, mən özüm daxil olmaqla hamımız xaricdə təhsil almışıq, orada tanış oluruq və orada ailə modeli bir qədər fərqlidir. Burada şərq-qərb müqayisəsindən ziyadə oradakı baş verən bəzi cəmiyyət rollarının dəyişməsi də bizim cavanlar gedib onu görürlər və elə bilirlər ki, biz də həmən dinamikaya uyğunlaşmalıyıq. Halbuki bu reallığa tabe deyil. Bir də mən bir məsələnin tərəfdarıyam ki, biz o qərbçiliyə gedən modeli və yaxud da ki, fərdiçilik, çünki biz kollektivist bir toplumuq, fərdiçiliyə gedən modeli inkişaf kimi ələ almayaq, yəni qələmə almayaq. Bu bir inkişaf deyil. Yəni, çünki biz dəyişməyə inkişaf kimi baxsaq, bu əlbəttə ki, ziddiyyət yaradır və konfliktə gətirib çıxardır. Çünki daha yaşlı nəsil düşünür ki, işte bizdən daha yaxşı olduğunuzu düşünürsünüz. Cavan nəsil də bunu müdafiə etməyə çalışır. Burada da konflikt yaranır. Halbuki bu belə deyil. Düşünürəm ki, bunda ən yaxşı olacaq çözüm balansı və o həm fərdiçilik, həm də ki, kollektivist toplumun irəliləyişi ilə bağlı olan orta balansı tapa bilməkdir. Buna görə də beləliklə 21-ci əsrdə Azərbaycanda evlilik modeli eyni zamanda qlobal tendensiyalar və yerli mədəni xüsusiyyətlərin əksi olmaqla transformasiya prosesindədir. Bu kontekstdə mən belə bir sual vermək istərdim ki, və bu sualı qoymaq istərdim ki, cəmiyyət olaraq biz ənənəvi ailə quruşunu qoruyub saxlamalıyıq, yəni buna səy göstərməliyik, yoxsa dəyişən sosial reallıqlara uyğun olaraq alternativ və fərqli yanaşma modelinə keçid etməliyik. Bunu da vurğulamaq istəyirəm ki, daha yaxşı vurğulamıram, alternativ sözünü vurğulamaq istəyirəm ki, çünki o model həm siyasi baxımdan, həm iqtisadi məsələləri də nəzərə alsaq, bizim dəyərləndirməmiz gerəkən və indiki gələn gənclərə bir qədər təqdim etməli olduğumuz modeldir. Çünki köhnə model artıq işə yaramır, ortada bir model var, hansı ki tam deyil. O zaman nə etməliyik? Məncə biz bunu aydınlaşdırmalıyıq. Mənim sözüm və məruzəm bu qədər idi. Təşəkkür edirəm.